Herkese salam. DİM test toplusu 2025 kompüter şəbəkələri internet mövzusundan 37-ci suala baxırıq. Sualda deyilir ki, sürəti 222 bit böl saniyə olan şəbəkədə arxivləşdirilərkən 20% sıxlaşdırılan ilkin həcmi 20 megabayt olan faylı göndərmək üçün ən azı neçə saniyə lazımdır? Deməli, faylın 20% sıxlaşdırılıbsa, yerdə qalan hissə 80%-dir. Və bu fayl ilkin olaraq 40 megabayt olubsa, biz 40-ı 80%-ə vurmalıyıq. Yəni 0,8-ə vurmalıyıq. Və sürət bizdə əgər bitlə göstərilirsə, biz deməli megabaytı da bitə çevirməliyik. Bu da olacaq 2 üstü 23 bit. Yəni megabayt 2 üstü 23 bitdir. Və sürət düsturundan istifadə edərək biz zamanı tapacağıq. Sürətin düsturu da deməli V sürət bərabərdir N həcm bölünsün T saniyədir. Burada biz saniyəni tapmaq bizə tələb olunduğu üçün deməli T bərabər olacaq. Bizdə həcm N-dir. Həcmi artıq biz qeyd etmişik. Aşağıda da biz sürəti qeyd edirik. Yəni N bölünsün V olacaq da. Deməli məxrəcdə biz sürəti qeyd edirik. Sürətimiz də 2 üstü 22 bit böl saniyədir. 2 üstü 22. Burada 2 üstü 22, 2 üstü 23 ilə ixtisar gedəndə yerdə qalır 2. 40-ı da 0,8-ə vuranda eləyəcək 32. 32-ni buradakı 2-yə vururuq. Olacaq 64. Yəni 64 saniyə ərzində bu faylı göndərmək olar. Yəni açıq sual olduğu üçün burada cavab yoxdur. Yəni cavab variantları. Düzgün cavab variantı 64-dür. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.